بسم الله الرحمن الرحيم إنه خير ناصر ومعين. الصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم مصطفى محمد وعلى آله الطيبين الطاهرين المعصومين سيما بقية الله الأعظم أرواحنا له الفداء. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. قال الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون. صدق الله العلي العظيم. Allah bugün de ibadet ve itaatlerimizi kabul eylesin. Ve bugüne ki her mucizeden evvel şer'i mesele değildi. Bir tane şer'i mesele diye inşallah sonra sohbetimizi devam ederiz. Bütün müctehidlere sual verirler ki benim gözüm zayıftır ve korkuram ki oruç benim için ziyan olsun. Benim boynumda olan vazife nedir, teklifim nedir? Bütün müctehidler buyururlar ki eğer bu ziyan üqalayı olsa, yani ki bir var ziyandı özüm oruç tutmuram, bir de var gedmişəm həkimin yanına. Həkim deyib ki bəli bu ziyandır. Həqiqətində bunun ziyanı var. Bir de var ki, ben özüm tutmuram. Geçen de bir kardeşle görüştüm. Dedi ben orucumu açmışam diye dişim ağrıyordu. Biri dedi başım ağrıyordu. Biri zəng eləmiş ki ben dişim ağrıyordu. Dişime göre derman attım. Sonra gördüm derman da kesmedi. Sigaret çektim. O ahırda dedi de sigaret. Geri o evvel deyərdi. Sigaret çektim ne bileyim ne. Ondan da orucum batıl edildi. Qəzası var. Bunun qəzasından başka elə 60 gündə kəffarəsi var. Məsələ budur ki, əgər üqalayı olsa, ya həqiqətən bu oruç tutmağın bu insanın gözünə ziyanı olsa, buyurur ki, hamısı buyururlar ki, sizə oruç vacib deyil. Əgər gələn Ramazana qədər sizin bu xəstəliyiniz sağalmasa, heç qəzası da lazımdır. Amma hər bir günə görə 750 qram ya buğda, ya arpa, ya da ki un kəffara fəqirlərə verilməlidir. Əgər insan da tuta bilməsə mübarək Ramazan ayının orucunu, əgər gözünə ziyan eləsə, tək gözündən getmirdi, başqa xəstəliklərdə də bu kəffara var, onları gözünə görə tuta bilməsə, həqiqətən də həkim desə ki, sən gözün bu vəziyyətdədir, oruç tutsan, sənə ziyan edəcək, həmin o insana oruç tutmaq vacib deyil, o insan xəstə hökmündədir. Gələn Ramazana qədər sağalmasa, yenə də onun qəzası da lazımdır, amma hər bir günə görə 750 qram buğda, un və yaxud arpa sədəqə kəffara verməlidir, fəqirə verməlidir. Peyğəmbər zamanlı salavat zikr edir. عن أبي عبد الله الأشعري عن هشام بن الحكم قال لأبو الحسن موسى بن جعفر عليه السلام يا هشام إن الله بشر أهل العقل والفهم في كتابه فقال فبشر عباد الذي يستمعون القول ويتبعون أحسنه أولئك الذين هداهم الله وأولئك هم أولو الألباب إلى أن قال يا هشام إن لقمان قال لابنه تواضع للحق تكن أعدل الناس وإلى آخر حديث ki hadis uzundur da axıra qədər oxumuram. Hazreti Musa ibn Cafer, İmam Musa Kazım aleyhisselam Hişam'a buyurur ki Hişam Allah Tebareke ve Teala əql və dərrakə sahiblərinə Quran-ı Kərimdə bəşarət verib.
onları sevindirib. Buyurub ki, mənim bəndələrimə göz aydınlığı, bəşarət verin. O kəslər ki, eşidirlər və yaxşı da həmin o işlərə əməl edirlər, bir şey ki, eşidirlər, həmin ona da yaxşı əməl edirlər. Onlar o şəxslərdəndir ki, Allah Taala həmin onları hidayət edir və onlar kimlərdir? Əql sahibləridir. Baxın, İmam Musa-i Kazım əleyhissalam Hişama deyir ki, ya Hişam, Allah əql sahiblərini Quranda mədh edir. Onlar kimlərdirlər ki? Onlar o şəxslərdir ki, eşitdiklərini əməl edirlər. Baxın, bu günləri dünyada bu əql məsələsində çox böyük problemlər var. Möminlərin ələl-xüsus əql barəsində çox böyük problemlər var. Əqli yoxdur, yox, əstəğfirullah. Dərrakəsi yoxdur, yox, var. Amma bir tərəfli inkişaf eləməsi var. Hər tərəfli inkişafı yoxdur. Baxın, məsələn, bizə Həzrəti Rəsul Əkrəmdən hədis var və yaxud Quran ayəsi var. Məsələn, Quran-ı Kərim buyurur ki, qiyamət günündə bir zəlzələ olacaq ki, elə bir zəlzələ heç vaxtı olmuyor. Bizə desələr ki, 15-i, 16-sı zəlzələ olacaq, məsələn, 20-si zəlzələ olacaq. Ya, bayaq xəbərlərdə qulaq asırdı, filan vaxt, nə bilim, ayın tutulması müşahidə olunacaq, filan vaxt günün tutulması müşahidə olacaq. Və yaxud da ki, daşqın və yaxud da hər bir təbii hadisələrdən bizə xəbər verəndə insan az da olsa içərisində narahatçılıq keçirdir. Zəlzələ də həmçinin. Zəlzələnin də xasiyyətini bilirsiniz, dağıdır, yaxşını da, pisi də aparır. İndi Allahın ədalətindəndir, Allahın ədalətindəndir, bu barədə də bir başqa vaxt. Amma məsələ bundadır ki, zəlzələ gəlir, hər neyi dağırdır, aparır və insanlar nə halət keçirdir? İnsanlar qorxu içərisində, səksəkə, hətta kommunistlər belə içərlərində Allaha inanırlar. Hətta insan içki içən, namaz qılmayan, filan, o da çarəsizlikdən gəlir məscidin qabağında dayanır. Çarəsizlikdən gəlir Allaha yalvarır. O his ki var, insanın əli hər yerdən üzüldü, insan nə edir? İnsan çətinlik halında kömək axtarır. Quran ki bizə deyir ki, qiyamət olacaq, niyə biz əlimiz hər yerdən üzülmüş kimi kömək istəmirik? Niyə Allah bizə buyurur Quran-ı Kərimdə ki, يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْسُوسِ İnsanlar o vızıldaşacaqlar, qiyamətin günündə hər öz halındadır. Bilirsiniz, başqa ayədə var ki, onlar məst halında olacaqlar, məst deyirlər, əzabın çətinliyindən, şiddətindən o günə düşürlər. Əzab üstündən, o əzabda məcburdur, əzabı çəkir, qatan yeri yoxdur, görsə insan nədir, məst halındadır. Yellənir. Görsə birini nə qədər döyürsən, ağrıların nəticəsində də nə səsi çıxır, nə bir şey. Ancaq sakit inildiyir. Bir əzdə döysən, o səsi də kəsiləcək. İnsanlar da o vəziyyətdədirlər qiyamətin günü. Niyə? Biz bu günləri dünyada özümüzü əql sahibi saydığımız halda niyə o günkü günün xofundan qorxmuruq? Niyə o günkü gündən özümüzü qorumuruq? Niyə əməllərimizi düzəltmirik? Məsələn, Quran-ı Kərimdə ayə var, filan günahın filan xasiyyəti var. Məsələn, qeybət eləmək, mömin qardaşın, müsəlman qardaşın ətini yeməkdir. Niyə biz bunlara riayət eləmirik? O əql sahibi ki, Allah bizə deyib, çünki bizdə bir tərəflidir. Bizdə əgər dünyavi də, axirəvi də, uxrəvi də inkişaf eləsəydi, həm dünyasın, həm axirətin insan nə olardı? Böyük bir mütəfəkkir olardı. Böyük mütəfəkkir olardı. Mən bu məsələni demək istəyirəm ki, dünyada bizim ziyanımıza olan hər bir məsələni biz düzgün çözə bilirik. Hər bir məsələni. Biz düzgün çözə bilirik. Amma ahirətə gələndə, ahirətdə görürsən ki, insan nə edir? Hər bir şey. Baxın, dünyası üçün hər bir şey deyirlər. Dünyaları üçün insan hər bir şeydir.
Kimin lazımsa abrını aparsın. Kimin lazımsa qapısına geçsin. Kimin lazımsa cəmaatın içərisində biabr eləsin. Kimin lazımdır, nə lazımsa hamısını deməyə sözü var. Ahirətdə o sözlər ki ona deyiləcək, özünü bir an onun yerində qoymuş. Da hər şey olur da ən böyük mənə təəccübləndirən məsələ bu idi ki, bu yaxınlarda bir nəfər toyuna adamlarını çağırmışdı, məsələn filan kəsin borcu vardı, getməmişdi. Gedib onu məhkəməyə verir. Dünyada bunu da edirlər. Özlərinə ağıl sahibi sayırlar. Allah bizdən istəyəcək bizim əməllərimizi, bizi məhkəmə, qiyamət filan, biz bunu fikirləşmirik. Haqqın nasıl bizdən istəyəcəklər, burada bizi məhkəmə vermir, o dünyadakı məhkəmə olacaq, filan olacaq, onu da fikirləşmirik. Dünyamız üçün dünyada hər bir şey eləyə bilirik, ahirətimiz üçün eləmirik. Qiyamətin günündə və yaxud qəbirdə və yaxud da ki, bərzəxdə filan da bunları insan keçəcək. Amma ağılına vurub insan namazını düzəltmir, ibadətini düzəltmir, itaətini düzəltmir. İtaətini düzəltmir. Çatana çatıb çatmayana daş atır. Müminin qəlbinə dəyir. Mümini incidir. Mümin həmişə ancaq namaza gəlir. Namaz vaxtında qəddaməti sala Allahu Ekber. Dünən birisi yaxınlaşıb mənə deyir, mən namazdan əvvəl gəlirdim, Hüseyniyə, indi gec gələm. Niyə? Bir nəfər var, mənim qəlbimə dəyir. O birisi gəlir ki, mənim də qəlbimə dəyir. Amma bir nəfərin adını desələr, adam deyir, filan kəs. Gəl yaxına qardaş, sənin cəmaatda nə işin var? Gəl namazlı qıl, çıx geziylə burada. Müminin qəlbinə dəyir, onu edir, bunu edir. Bəs axirət, bəs qiyamət, bəs əql sahibi, bəs ağıl və təfəkkür, dərk eləmək, bunun barəsində təfəkkür eləmək yoxdur. İmam Musa-i Kazım əleyhissalam Hişam'a buyurur ki, Hişam Allah ağıl sahiblərini Quran-ı Kərimdə muştuluq verir. Niyə? Onlar eşitdiklərinə əməl edirlər. Allah rəhmət eləsin. Molla Gülsən var idi, Nardaranlı, şəri məsələləri çox güclü bilirdi. Məsələn, bir dənə məsələ soruşurdum, o vaxtda belə kitab yox idi, bir kitabda hamısını yazsınlar. Bütün müctehidlərin risaləsinin səhifəsi və nömrəsi ilə, məsələnin nömrəsi ilə cavab verirdi. O qədər bu insan şəri məsələləri öyle axır gününə qədər də helənçin oldu. Allah ruhunu şad eləsin. Oruclu qaydı. Doğrudan da həqiqətən bütün mən deyərdim ki, Bakının kəndlərinin onun boyunda haqqı var. Niyə? Çünki bütün hamısına şəriət öyrədirdi. Gəlirdi, məsələn, Nardaranlar bizim kəndə gəldi, cəmaatı yığırdı, otururdu, 5 dənə, 10 dənə risalə məsələsi öyrədirdi, buradan durub gedirdi. Belə də asanlığa döyürdü ya. Onda məsələn, maşın hara qədər gedirdi, hardan hara gedirdi, 4-5 dənə maşın dəyişirdi, daha 3 dənə maşın dəyişib getmirdi. Allah onun ruhunu şad eləsin. Onun bəzi sözləri vardı, bəzi işləri var idi, bəzi danışıqları var idi ki, həqiqətən görürsən ki, insanın daxilindən xəbər verir. İnsanın içərisindən xəbər verir. Adi bir söz formasında deyirdi, amma nə qədər onun içərisində hikmət yatırdı. Əql sahibləri, Allah Quran-ı Kərimdə buyurur, muştuluq verin əql sahiblərinə, Allah muştuluq verir əql sahiblərinə. Əql sahibləri kimlərdir? Onlar ki, eşitdiklərini əməl edirlər. O Molla Gülsən deyirdi ki, bir günləri filan alim oturub minbərdə danışırdı. Söz əsnasında dedi ki, yaxşı olar ki, bütün müminlər ayət-əl kürsünü əzbər bilsinlər. Deyir, mən də oturmuşdum, ortalıqda mucizəyə qulaq asırdım. Diz üstündə oturmuşdum. Diz üstündən düşmədim, ayağımı heç tərpətmədim də yerimdən, çıxartdım cibimdən Quran-ı Kərimi, ayət-əl kürsünü əzbərlədim, ondan durdum ayağa. Buna deyirlər ağıl sahibi. Eşitdiyini əməl edir. Filan kəs, oruc niyə tutmamısan? Biraz özümü narahat hiss elədim, ondan oruç tutun. Yoxsa buna ağıl sahibi deyə bilməzsən. Heç mümin də deyə bilməzsən. Bəzi müminlər var ki, namaz qılır amma heç mümin deyil, münafiqdir. Yalandan bir bəhanə ilə orucunu batıl edir. Münafiqdir. Bəhanə gəzir.
bütün müalicəsini saxlayır Ramazan ayında edir. Gəlir, çıxır məscidə, azan veriləndə çıxır, gedir, filan kəs, hara gedirsən? Mən evdə qılacağım. Buradan çıxır, gedir, azan verilir, hədisdə var, azan verilə kim məscidi üzürsüz yerə tərk eləsə münafiqdir. Münafiqdir. Münafiq içində Allah Teala bu için cəhənnəmdə əbədə qalacaq. Görün, nə qədər məsələlər var ki, insan təfəkkür, ağıl sahibi neyir? Bunlara reaksiya verməlidir. Yanında dükkan var, gedib həmin oradan 2 kilo, məsələn, kartof alacaqsan, soğan alacaqsan, meyvə alacaqsan, filan alacaqsan, məsələn, hərəsindən də bir 100 manatlıq alver edəcəksən. Durub buradan gedirsən, gecənin yarısı meyvəliyə, oradan alver edirsən ki, 5 manat ucuz alın. Niyə sən ağıl sahibisən? Niyə bəs görə özünü cəhənnəmə atırsın? Niyə görə özünü cəhənnəmə atırsan? Biridir ki, mən atam namaz qılmır. Deyirəm, qardaş, sən gözün görə yandırsalar, dayanıb baxarsan, deyir, yox. Bu yandıracaqlar namaz qılmamağına görə. Sən də dayanıb baxacaqsan. Dünya, ahirətdə daha çətindir. Get təbliğ eləginən kişinin namazı gətircinə. Biridir, mən yoldaşım bıraxmışam, haçan ürəyinə gəlsə hicab bağlayacaq. Vallahi onun ürəyinə gəlməyəcək. Onun ürəyinə başqa şey gələcək. Başqa şey, yəni ki, hicabdan başqa bəzək, giyim, əstəğfirullahya başqa niyyətin yox. Get təbliğ elə, gözün baxa-baxa sən razı olmazsan onu yandıralar. Birdən eğer evdə bir hadisə baş versə, yansa dəli olarsan, əsəblərin gərginləşəcək, filan olacaq, ölsə birdən narahat olacaqsan. Lazımdır sənə. Ged onu islah eləkindən düzəltkin. Əql sahibləri, Quran-ı Kerim buyurur ki, qiyamətin xofu belədir. Qiyamət bizi qorxutmur. Niyə? İmanımız o həddə qədər olmalıdır ki, o ayələr bizə təsir eləsin. İmanımız o həddə qədər olmayanda ayə bizə təsir eləmir, biz də həmin onu vururuq qulaq ardısına. Biz də həmin onlara qulaq asmırıq. Filan ki, dəst namazı düzəlmadın. Allah bilir də mənim niyyətimi də. Bura qədər gəlmişəm böyüdür. Yox, qardaş. Elə deyil. Qayda, qanun var. Qayda ilə getmək düz hədəfə çatdırmaqdır. Qaydadan kənara çıxmaq avariyadır. Maşını vuracaqsan. Təhlükədir. Başqasına təhlükə yaradacaqsan. Gələ bu qayda qanunla gedirsən. Namaz da elədir, oruc da elədir. Bir adam desin ki, mən səhərdən axşama qədər qalıram. Amma gündə bir dəfə o başlanlıq eləyəcək. İftarda da çatışmıram orucumu. Niyə? Mənim mədəmi sağaldıram, xəstəliyim. Yox, bu oruc deyil. Bu oldu müalicə. Bu başqa şeydir. Biridir, mən oruç tuturam, oruç tutmayanda atam küsür məndən. Bu da atasına görədir, bu da oruc deyil. Biri oruç tuturam, işdə hamısı tutur, mən də tuturam. Bu da işə görədir, Allaha görədir. Quran buyurur, ya əyyəhəl-ləzīnə āmenū, ey iman gətirənlər. İman gətirənlər. Səhərdən axşama qədər oruc. Niyə? Allah oruc deyir. Ramazan ayı, Allah axtarmasa, yoxsa bu hardadır? O bilir ki, oruç tutanların içərisindədir, Ramazan ayında oruçdur. Atasına görə, işə görə, filana görə, heç kimə görə oruç tutmuyor. Allaha görə oruçdur. Həm də ki, diqqətlidir ki, ac qalmaqdır, yaxı bu namaz deyil. Ola bilir ki, insan bir ay dalbadal, 2 ay dalbadal sübh namazda durmasın. Ramazan ayında baxın, hamısı o başlandıqda oyaqdır. Niyə? Yemək var. Təəccüblü daha doğruda. Yemək var. Dünya var. Orada da dünya var. Qurban olum Allaha. Sübh namazında bir paketdən zaten evə göndərsəydi, hamısı sübh namazına hazır olacaqdı. Məsələ budur ki, Allahı görməyən insanların yanında və görənlərin yanında insanın haləti heç dəyişməməlidir. İstər təklikdə olsun, istər də cəmdə. İnsanların içərisində olsun. Heç vaxtda insan nə eləməlidir? Dəyişməməlidir. Allaha görə, Allah buyurub, bəli, baş üstə. Bir adam xums verir. Getdim, 5000 xums verdim, gəldim.
Mən yandıdırsa deyərəm cəhənnəmə verdin, qara görə verdin, özünə görə vermişsin. Deyək kağızda burada bir oxu. Bilir ha, 10 nəfəri oxutdurub, reklam edir özünü ki, mən xums verdim. Qardaş, bu Allaha görətdə. Apar qoy, evə qoyarlar kəfənvə, bəlkə Allahın mələkləri sənə lütf elədilər qəbrinə qoyuruz. Adi gündə, dodağın partlamı yox, nə olur, oruç tutmuşsun. Vallahi olmaz. Filan kəs, 10-cu adamsan, harada gecə namazda 40 nəfərdən 10-ca sənə də dua edir o. Riyakarlıqdır. Hamısı belə-belə. Nə vaxta qədər. Çünki əql sahibi heç vaxtı bunu eləmir. Əql sahibi Əmir-əl-Müminin üzünü bağlayırdı, yer cəmatın qapısını döyürdü, yeməyini, içməyini verirdi, çıxıb gəlirdi. Yəni, deyərdin də sənsən. Yox. Niyə? Allaha görədir. O da qoy bilməsin mən ki, Allah bilir ki. Şeyx Abbas Qumi danışmışam sizə, atası gəlir xanım Məsumə əleyhissalamın hərəmindən evə. Deyir ki, oğlum, orada bir nəfər var, moizə edir. Elə qəşəng moizə edir. Bir dənə kitabı götürüb, o kitabdan moizə edir. Nə olar o kitabdan sən də bir dənə ağzıyla moizə eləcəklə qulaq asa? Ölən gününə qədər demədi, ata o kitabı mən yazmışam. Ölən gününə qədər demədi atasına ki, o kitabı mən yazmışam. Allaha görə. İş belənsinə. İmam buyurur ki, ya Hişam, innə Luqmanə qalə li ibnihi təvazə alil-haq təkun əğvələn nas və innəl kəyyisə lədəl-haq yəsir. Buyurdu ki, oğlum, Luqman oğluna buyurdu ki, oğlum, vəsiyyətində buyurdu ki, haqqın qabağında baş əyginəm. Ta bu haqqə baş əyməklə cəmatın ən ağıllısı olasan. Eşitdin ki, bu günləri, məsələn, eşitdin ki, bu günləri cəmat namazı var, orada iştirak edəcəklər. Eşitdin bu günləri oruç tutmaq lazımdır, oruç tut. Eşitdin bu günləri dəfində iştirak eləməyin savabı filan qədərdir, iştirak elə. Sədəqə imkanı var, 20 qəpikdə olsa, 10 qəpikdə olsa, hər gün sədəqə çıxartmağa adət eləcəklər. Sədəqə insan üçün insanın həyatını dəyişir. 70 dənə bəladan insanı qoruyur İmam Sadiq əleyhissalam. Hətta bəzi rəvayətlərdə var, 70 dənə ya 7 dənə ölüm bəlasından insanı qoruyur. Nə eşitdinsə ona əməl elə. Eşitdin ki, qiyamətin günündə ağ valideynlər belə olacaq, olma ağ valideyn. Şərait yarat düzəltirsin. Eşitdin ki, qiyamətin günündə namaz qılanlar filan olacaq, düzəlt namazı. Vaylun lil musallin. Vay olsun namaz qılanlara. Görürsən, niyə vay olsun namaz qılanlara? Namaz qılmayanları demir. Əl-ləzinəhum ən səlatihim səhvun. Onlar namazında səhlənkarlıq edirlər. Səhlənkarlıq nə deməkdir namazda? Vay olsun deyir. Səbəb. Amma bunları insan eşitdikcə düzəldəndə insan olur əql sahibi. Bəzi görürsən, professor, doktorlar var ha, qalustuk, şilyapa, hər bir şey öz yerindədir. Bu insan özünü ən ağıllı insan hesab edir. Laf yaxşı. Namaz yox, ibadət yox, itaat yox. Allah var, var. Ha. Ona ibadət eləmək lazımdır, bəli, eləmək lazımdır. Mənlə siz maşallah ağıllı adam oxşuyursunuz, niyə namaz qılmırsınız? Bilirsiniz nə vaxtı, nədir? Orada indi başlayır alimliyinə salmağa da yalandan. O vaxtda Ərəbistanda işsizlik olub, nə bilim filan, nə bilim, ona görə cəmaat gediblər, namaz qılırlar, belə edirlər, elə edirlər. Ağıl sahibi, saydığın adam, savabı gəlib olacaq bələdiyyə rəisi, olacaq icra hakimi, vay o cəmaatın halına. Ağlına nə gələcək onu eləyəcək. Cəmaat əziyyət çəkəcək. Biz ona ağıl sahibidir. Həqqə itaət eləcəkən ta, oğlum, həqqə itaət eləcəkən ta insanların ən ağıllısı olasan. Və haqqın qabağında zirəklik eləmək. Ki, zirəklər haqqın qabağındadırlar buyurur. Və ondan sonra buyurur ki, oğlum,
Ya bunayya, innəd dünya bəhrun əmik. Bu dünya, bir dənə misalına baxın, bu dünya böyük bir dəryaya bənzəyir. Bataqlıq olan böyük bir dəryaya bənzəyir. Qəd qəriqə fiyha aləmun kəsir. Orada nə qədər çox insanlar, aləmlər batıb o dəryanın içərisində. Dünyanı bənzədir ha. Dünyanı bir dənə dəryaya bənzədir ki, bu dəryada çoxları batıblar. Fəltəkun səfinətükə fiyha təqvəllah. Oğlum, istəyirsən sən də bu dünyada batmayasan, bu dünyada o dəryanın içərisində sənin gəmin olsun Allahın təqvası. Gəmi də dənizdə batmazda elə deyir. Deyir, sənin gəmin olsun o dəryada, sənin gəmin olsun Allahdan qorxmaq. Və həşvu hal iman. Görsən, o gəminin qabağında yelkəni olur, küləyə görə tuturlar, ki, düz səmtə gedə bilsin. Deyir, həmin onun pərdəsi də olsun sənin imanın. Birinci təqva, gəmi, ikinci həmin onun o pərdəsi, adında bilmirəm nədir, yelkəni, o da olsun sənin imanın. Və şirauha təvəkkül. Peyğəmbər zamanlı salavat zikr edək. Allahumma salli ala Muhammad və ali Muhammad. Həmin o üzr istəyirəm, o yelkəni bu şey deməkdir, şirauha. Həmin o yelkənin olsun Allaha təvəkkül. Və qəyyuməhəl əql. Onun sütunu olsun, dirəyi olsun əql. Və dəliluhəl elm. Onun dəlili olsun sənin elmin. Və suqqanuhə səbr. Və səbr də olsun sənin o sükanın, belə deyək. O ki, tuturlar, gəmini idarə edirlər. O da olsun sənin nəyə? Səbrin. Ya Hişam, inna li kulli şeyin dəlil və dəlilül əqlil təfəkkür. Ey Hişam, hər bir şey üçün dəlil var. Əqlin dəlili təfəkkürdür. İnsan fikirləşir, nəticə çıxardır. Bax, fikirləşir, nəticə çıxardır bir sünə. Gələcəkdə olanı indi də təfəkkür edib fikirləşə bilər. Quran və Qiyamət adlı bir kitab var idi, o vaxt çıxmışdı. Müəllif mərhum Ayətullah Şəhid Dəstiğeyb idi. Allah ruhunu şad eləsin. Həmin bu Şəhid Dəstiğeyb yazılırdı. Bir dənə uşaq getdi mədrəsə, məktəbə, dərsə, Quran dərsə qayıtdı, gəldi, qayıdıb gələndə qızdırma bastı uşağı. Bir-iki gün içərisində uşaq dünyadan getdi, qızdırma filan dünyadan getdi. Soruşdu, atası deyir, soruşurdum, oğlum niyə belə oldu filan, nə səbəb oldu, soyuqdaydı filan, deyir, yox, biz Quranda bir ayə keçdi bizə ustadımız, dedi ki, qiyamətin günündə bütün uşaqlar qiyamətin qorxusundan saçları ağaracaq. Uşağın fitrəti ki, faşdır, uşağa o qədər təsir edir ki, narahatlıq içərisində qızdırma filan, qorxu dünyadan getdi. Biz eşidirik, kanə miqdaruhu 50.000 sənə. Qiyamətin günündə insan ayaq üstə 50.000 il dayanacaq. 1 saat yox, 2 saat yox, 3 saat yox, 24 saat yox, 2 gün, 3 gün yox. Dünya tarixi ilə 50.000 yox. Qiyamətin bir günü 50.000 ildir. 50.000 il insan neyəcək qiyamətin günündə? Bir ayaq üstünə yox, 2 ayaq üstündə duracaq. Birini boşaltsın, dincəlsin, o birisini bəlkə etsin, bu birisini boşaltsın, yox. Düz 50.000 il insan dayanacaq. Heç bundan narahat olan var. Zərrə qədər. Heç kim narahat deyir. Heç kim narahat deyir. Qiyamətin bir günü 50.000 ildir Quran buyurur. 50.000 il. Nə olacaq? Can vermək bilirsiniz necədir, elə bir insanın dərisini bədənindən çıxardırlar. Heç vecimizə də deyir ki, can verəcək. Qiyamətin susuzluğu, cəhənnəmin xofu görürsən ki, heç insanın ağılına da gəlmir. Amma insan oturur, təfəkkür edir, fikirləşəndə görürsən ki, bir nəticə çıxardır. Ya Hişam, inna li kulli şeyin dəlilə, hər bir şeyin dəlili var və dəlilül əql təfəkkür.
Əqlin də dəlili təfəkkürdür. Təfəkkür varsa deməli insanın ağlı var. Ağlı varsa deməli nəticə var. Bir şey barəsində insan fikirləşdi, deməli ağlı var ki bunun barəsində fikirləşir. Ağlı var ki bir dənə maşın almaq istəyirsən, bütün saytlarda maşını axtarırsan, qiymət axtarırsan, onu axtarırsan, bunu axtarırsan, filan edirsən. Bir dənə dəstəmaz alırsan, düzgün dəstəmaz almırsan, 100 dəfə səhv edirsən. Niyə? Dünyadır. Dünyaya diqqətlisin, axirətə diqqətlidir. Və dəlilu təfəkkürü sund. Təfəkkürün dəlili danışmamaqdır. Və likulli şeyin məhtiyyətən və məhtiyyətəl əqli təvazu'u və kəfabikə cəhlən ən tərkəbə və muhitu ən. Buyurur ki, təfəkkürün dəlili sakit dayanmaqdır. Hər şeyin mərkəbi var, əqlin də mərkəbi miniyi təvazu eləməkdir. Özünü aşağıdan aparmaqdır. Sənin nadanlığın buna bəsdir ki, sən nə edəsən? Bu miniyə minəsən, o mərkəbə minəsən. O mərkəb ki, insanı təvazu ilə tanıtdırır. Təvazu mərkəbinə minəsən. Təvazu yəni insan özünü aşağıdan aparmaq. Filan kəs. Məsələn, gəl bura görüm. Əşki, sənin də ağlın yoxdur, sənin başa salmaq çətindir. Get. Filan kəs bir dənə bura gəl. Gəldi. Bax, belədir, danışdı, başa salır. Bildin, hə, get, harada nə problemin olsa, zəng elərsən, soruşarsan, yenə deyərəm, get məsələni həll elə gəlginəm. Bir də var ki, Həzrət Əli aleyhisselam buyurur ki, Məl'unun mən əlqaqəlləfə ələnnas. Məl'undur adamdır, lənətlənmişdir adam ki, öz işini başqasının boynuna qoyur. Durur, ayaqqabısını cütləyir, filan edir, nə bilim. Bir dəfələri Məşəd ziyarətində bir neçə böyük alimlər getmişlər Məşəd ziyarətinə. Deyirlər, İmam Xümeyni tez gəlir. O qaldıqları yer ki, icarə edir və orada qalmaq. Bunlardan tez gəlir, çay qoyur, həyəti süpürür filan. Deyirlər, niyə belənçin edin, gül kimi ziyarət, bunu sonra eləyədim. Dedi, mən İmam Rıza Aleyhisselamın zəvvarına qulluq eləməyi o ziyarət qədər də mühüm bilirəm. Baxın, bir dənə addım insan nə edir? Təvazu edir, özünü aşağıdan aparır. Adam var ki, dəfələrlə özünü aşağıdan aparmağı bacarır. Cəmaatın ayaqqabısını cütləyir. Cəmaata hörmət edir. Özünü aşağıdan aparmağına yəni təkəbbürlü eləmir bu insan. Və bir də özünü aşağıdan aparmaq var ki, biri gedib namazda ən axırda dayanır. Axırda dayanmaqla göstərir ki, mən təvazu edirəm. Bu da yox, ha, bu da haramdır, olmaz. Bir də insan var ki, yox, qabaq səhvdə dayanmır. Niyə dayanmırsan? Qardaş, mən üzməlliyə çalırram, ona görə mən heç vaxtı qabaq səhvdə dayanmağa haqqım yoxdur. Niyə dayanmırsan? Qiraətin düz deyir, mən Quran oxuya bilmirəm, qabaq səhvdə dayana bilmərəm. Niyə qabaq səhvdə dayanmırsan? Ona görə ki, orada nə məsəs deyilənsinə? Niyə qabaq səhvdə dayanmırsan birinci səhvdə? Mən təcvid bilmirəm. Mən şəri əhkam bilmirəm. Bir də var ki, təvazu eləmir. Gəlib dayanıb axırda namaz da qılırsan, bir səhv də olsa, filan da olsa düzəldə bilmir. Heç düzgün həm surəsini deyilmir. Ölsə bu kişi namaz kim keçəcək, qabağa hələ o da yoxdur. Kim onu əvəz edəcək, bu da yoxdur. Amma görürsən, hər yerdə qalır. Bir də o təvazu edir. Təvazu bilirsiniz nə qədər mühüm məsələlərdən birisidir. İnsan da özünü o abidliyə, zahidliyə qoyub təvazu edir. Yox, ha. Həqiqətən yerini bilən. Həqiqətən insan yerini bilən. Hara oldu gedib orada oturmayan. O yerdəki həmin o yerdə, həmin orada oturmağa kifayət edir. Ya Hişam, inna lillahi alən-nasi hüccəteyn. Hişam, insanlar üçün Allah təbarəkə və teala iki dənə hüccət qərar verir. Hüccətin zahirətun və hüccətən batinə. Bir zahiri hüccətdir, bir də batini hüccətdir. Bir zahirdə hüccətdir, bir də insanın içərisində hüccət var. فَأَمَّ الظَّاهِرَةُ فَرُسُلُ وَالْأَنْبِيَاءُ وَالْأَيِمَّةُ.
Amma insanın zahirdə görünən hüccəti kimlərdir? Rəsullardır, peyğəmbərlərdir, nəbilərdir, bir də imamlardır. Bunlar ki görünəndir. Allah hüccət göndərir. Həzrəti Adəmdən tutmuş, ta İmam Zaman əleyhissalama qədər Allah bunları hüccət göndərir. Zahirdən. Dəlil sübut olar. Bir də hüccət var. Əmməl batinətu fəl-uqud. Amma insanın içərisində olan hüccət insanın ağıllarıdır. İnsanların ağıllarıdır ki, insanı bir yerə çıxardır. Əql olmasa insanı zahiri hüccətə də itaat eləməz. Ağıl olmasa İmam Zamana da itaat eləməz. Ağıl var, ağılın nəticəsində iş görür. Ağıl var, ağıl deyir ki, qardaş, qırmızıda keçmə maşınımı vuracaqlar. Maşının eşikindən keçmir. Maşına görə də olsa keçmir. Allah deyir ki, qırmızıda keçmə, söyüş söymə, söyür. Bilmədim də. Bilmədim, ged onu düzəlt. Necə gedib kamera üçün 5 manat verirsən, pozdurursan, sildirirsən, cərimə ödəyirsən, filan edirsən. 5 gündə səni yandırır. Bir gün söyüş səni yandırsın, Allah qarşısında otur istiğfar edəklə, tövbə edəklə. Narahat ol günahlarından, ibadətindən da mənəmlik eləmə. Kim olursan ol, hədis-i qudsidə var ki, Allah Tebareke ve Teala Davud aleyhisselam'a buyurdu, ya Davud git, bendelerimi, namaz kılan bendelerimi sevindir, günahkarları, bendelerimi korkut, günahkarları sevindir. Allah ilahım necə mən gedib, sənə ibadət eləyənləri sevindirin, qorxudum, ibadət eləməyənləri sevindirin. Dedi, bəli, onlar ibadətlərlə təkəbbürlü gələsələr, cəhənnəm aparacaq. Onlar ki, namaz qılırlar, onları sevindir, nə vaxt tövbə eləsələr, onların tövbəsini qəbul edəcəm. Bu mübarək Ramazan ayında fürsət yaradıb, insan təfəkkür eləməyə, əqil, filan, bunlarla özünü bir yerə çatdırsın. Allah'ın ve rızat-ı əqdəsinə gələn günlərimizi xeyr eləsin. Allah bizi bağışlamamış bu dünyadan aparmasın. Allah günahlarımıza qələmə əfv çəksin. Şəri olan hacətlərimizi qəbul eləsin. Nə qədər xəstələrimiz var, xəstələrimizə şifa versin. Qürbətdə olanlarımızı salamat evlərinə çatdırsın. Allah Teala mümini, müminat, müslümata bol bir minnət ruzu əta eləsin. Onların ki borcları var, Allah Teala öz tükənməz xəzinəsindən onları əda eləsin. Allah Teala sıxıntıda olan mümini, müminatı, müşkillərini həll eləsin. Allah Teala qəbirdə olan müminlər ki, qəbr əzabına və yaxud başqa bəlaları mürtəkiblər, Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə onlara bugün nicat versin. Ölənlərimizi qəriq rəhmət eləsin. Ölənlərimizi Peyğəmbərə, Ali Peyğəmbərə qonaq qərar versin. Allaha and və rizat-ı əqdəsinə əsarətdə olan əsirlərimizə, torpaqlarımıza nicat versin. Allaha and verik əzəmətinə, cəlalına, vəhdaniyyətinə əskərlərimizi düşmən qabağında mətinli qərar versin. Allaha and verik Allahlığına, əsma-i hüsnasına, zat-ı əqdəsinə, ismi əzəminə, Allah Teala İmam-ı Zamanın ibadət və itaətinə xatir bizim naqis ibadət və itaətimizi qəbul eləsin. Allah bizim xalis iltiması dualarımızı İmam-ı Zamana yetirsin. O Həzrətin bizim haqqımızda olan duaların qəbul eləsin. Bizim o Həzrət barəsində fərəzi üçün elədiyimiz duaları qəbul eləsin. Allah o mübarək vücudu görməyi hamımıza nəsib eləsin. Allah Teala Həzrəti mübarək vücudunu yerin göyün bəliyyatından, düşmənin bəliyyatından hifz eləsin. Allah'ın ve rizat-ı əqdəsinə bu cəmə bərəkət ömür versin. Ağanın zuhurunu dərk eləyik və Həzrətə yaxından xidmət eləyik inşallah. Və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Salavat.